Salam, bugün 9'lara aid testlər işləyəcəyik. Bu testlər 9-cu sinifin 2023-cü il buraxılış imtahanlarıdır. 17-ci testlə başlayaq. 17-ci testdə preposition, yəni söz önü bölməsidir. My best friend lives, əlbəttə ki, in Italy olur. Çünki İtaliyada demək istəyir. Mənim ən yaxın dostum İtaliyada yaşayır. In Italy. Şəhərlər, ölkələr qarşısında daha dəyişəkicisini verirsə in Italy olur. C bəndi düzgündür. 18-ci sualda isə make-up sentence-dir. Cümlə qurmaq istəyir bizdən. Burada fikir verməli olduğumuz odur ki, cümlədə əgər sual sözü varsa, cümlə sual sözü ilə başlayır, sonra köməkçi gəlməlidir, sonra mübtəda və əsas verb gəlməlidir. Burada isə what subjects cümlənin sual sözü olur. What subjects, sonra köməkçi. Köməkçimiz burada are-dır. What subjects are və sonra mübtəda gəlir. Are you və sonda isə əsas fe'l gəlir. Good at. Nədəsə yaxşı olmaqdır. Good at. What subjects are you good at? Hansı fənlərdən daha yaxşısan? What subjects are you good at? Olur. D bəndi. Düzgün variant. 19-cu testdə isə which sentences cannot be changed into passive, yəni passive voice-ə, yəni məchul növə çevrilə bilməyən cümlələri istəyir bizdən. Burada baxmalı olduğumuz odur ki, feildən sonra bizim tamamlığımız gəlir ya yox. Tamamlığımız gəlirsə demək bunlar can be changed olur. Yəni passive voice-ə çevrilə bilir. Tamamlığımız yoxdursa cümlə passive voice-ə çevrilə bilmir. Məsələn, birinci cümlədə landed-dən sonra biz axtarırıq tamamlıq. Tamamlığımız olmadığına görə safely gəldiyinə görə safely ly şəkilçisi olduğuna görə bilirik ki, artıq bu zərfdir. Zərf isə əlbəttə ki, tamamlıq deyil. Yəni birinci cümlə cannot be changed olur. İkinci cümlədə isə Kate makes her dresses. Makes əsas fe'l. Fe'ldən sonra baxırıq cümləmizin tamamlığı, xəbərdən sonra cümlənin tamamlığı gəldiyinə görə elə ikincini götürürük. Məsələn, bu cümləni can be changed götürmürük. Çünki biz can be changed bu. Passive voice-ə məchul növə çevrilə bilir bu cümlə. Çevirsə belə çevirərdik. Her dresses are made by Kate. Demək, bu cümlə çevrilirsə, bu variantı götürmürük. Düzgün variant kimi götürmürük. Və üçüncü cümlədə isə looks-dan sonra old gəlibdir. Yenə də cümləmizdə fe'ldən sonra, xəbərdən sonra tamamlıq gəlmədiyinə görə üçüncü cümləmizdə götürürük. Demək, elə variantımız 1-3 Y bəndidir. Dördüncü cümləni isə collected fe'lindən sonra some facts gəlibdir. Yəni tamamlıq gəldiyinə görə bu cümlə can be changed olur və bizdən də variantda cannot be changed istəyib deyə götürmürük. Yenə də yoxlayaq dördüncü cümləni necə çevrilir. Some facts cümlə collected keçmiş sadə zamanda olduğuna görə were ilə çevrilir. Some facts were collected by him olur. Demək ki, bu cümlədə çevrilir. Düzgün variantımız isə Y variantı idi. 1-3, yəni çevrilməyənləri seçməliydik. 20-ci testdə isə pronouns deyir bizdən, yəni əvəzlik bölməsindəndir bu test. Nöqtələrdən sonra gələn ismə baxmalıyıq. Nöqtələrdən sonra isim gəlirsə demək, A variantı hers olmaz və sonra baxmalıyıq ki, bizim bu advice fe'limiz təkdir, cəmdir, sayılır, sayılmır və advice ismimiz sayılmadığına görə those və these, yəni C və Y variantları da olmaz. Çünki those-dan və these-dən sonra mütləqdir ki, isim cəmdə olsun. Demək qaldı bizim B və D variantlarımız. Sonra baxırıq ikinci hissəyə. İkinci hissədə isə will help gəlibdir. Yəni, sonra xəbər gəlibdir. Demək biz it's-i götürə bilməliyik. Çünki D variantındakı it's-dən sonra mübtəda isim gəlməlidir. Düzgün cavabımız olur B variantı. If you listen to all her advice, it will help you to succeed. B variantı düzgün idi 20-ci testdə. 21-ci testdə isə choose the nouns in the plural, yəni cəm isimlər istəyir. Bu asan testdir. Burada elə göründüyü kimi hansı sözün sonunda S varsa elə plural oldu. Shoes birinci və dördüncü trousers. Store və paper isə təkdədir. Düzgün cavabımız 1-4 C variantı olur.